Oktyabrın 29'u Sığnaq kəndi istiqamətindən tapşırığımız gördüyünüz 1553 yüksəkliyi Topxana meşəsinin ən hündür zirvəsidir. Tapşırığımız bu zirvənin alınmasıdır. 29'u, 30'u, 31'i 3 gün ərzində zirvəni fəth etdik. Növbəti tapşırığımız isə zirvədən enmək və Şuşa istiqamətində hərəkətə başlamaq idi. Bu göstərdiyim istiqamətdən dərə yatağından Daşaltı kəndinin sol cinahından, sol istiqamətindən Şuşa şəhərinə döyüş əməliyyatlarını yerinə yetirmək üçün tapşırıq aldıq. 1553 yüksəkliyindən hərəkət etdik Daşaltı istiqamətinə. Daşaltı kəndinin sol cinahından görülən təpə üzərindən aşaraq Laçın dəhlizi istiqamətinə fəaliyyətə başlamışıq. Laçın dəhlizini aşaraq Şuşa istiqamətində fəaliyyətlərə başlamışıq. Şuşa istiqamətinə, Şuşa şəhərinə daxil olmaq üçün görülən Şuşa şəhərinin demək olarkən bir hissəsidir. 7 gün ərzində ayın 1-dən ayın 7-sinə hərbi əməliyyatlar, hücumlar baş tutdu və ayın 7-si gün Şuşa şəhəri artıq azad olmuşdur. Şuşa şəhəri ilə Daşaltı kəndini birləşdirən yoldur. Biz döyüşlər zamanı bu yoldan istifadə etməmişik. Laçın dəhlizini keçərək Şuşa şəhərinin ön istiqamətinə ordumuzun şəxsiyyəti çatdı və ayın 1-dən 7-sinə Şuşa şəhərinə hər gün hücumlar təşkil olunub aparıldı. Yaxınlaşdırırlar. Yaxınlaşdırırlar, budur, yaxınımızdır. Neçə metr olar? 20 metr olar, hə? Bu gördüyünüz yol Şuşa şəhəri ilə Daşaltı kəndini birləşdirən yoldur. Biz Şuşa şəhərinə hücumları təşkil edəndə bu yoldan istifadə etmədik. Daşaltı kəndinin sol cinahında gördüyünüz o zirvəni qət edərək keçdik Laçın dəhlizi istiqamətinə. Laçın dəhlizi istiqamətində hərəkətə başladıq. Dəhlizi keçən zaman yenə göründüyün o zirvəni açdıq. Zirvəni qət etdikdən sonra artıq hücumlar başladı Şuşa şəhəri istiqamətində. 7 gün ərzində Şuşa şəhərinin azad olunması üçün hərbi əməliyyatlara başlamışdıq. İsa bulağının sol cinahından bu meşə zolağının içərisindən hərəkət etmişik. Şuşa şəhəri yazılan bu zirvənin sol cinahından Şuşa şəhərinə daxil olmuşuq. Daxil ərazinin daxil qoşulan xüsusiyyətli bölmələri olaraq bizim qarşımıza qoyulan tapşırığı əsasən Şuşa şəhərini azad etmək və oktyabr 29'u Hadrut qəsəbəsindən irəlilədi və Xankəndi yol istiqamətindən Şuşa şəhərinə irəlilədi və Şuşa qalasından da irəli istiqamətdə irəliləyərək erməni bölmələri ilə mübarizə apararaq Şuşa qalasına giriş etdi. Əsas qruplaşmaların taktiki planla irəliləməsi, hədəfləri yox eləyərək daha kəskin savaş meydanına çıxması düşməni tamam əldən salırdı. Artilleriya və aviasiyanın sinxron olaraq hücum taktikaları erməniləri Şuşa-Laçın yolu istiqamətinə daha çox cəm eləyirdi. Əlbəttə ki, istiqamət Şuşa idi.